Ona görə də Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, kimdir Allah üçün bir şey tərk edərsə, haram bir şey, Allah Taala ondan da xeyirlisiyle nə edər? Əvəzləyər onu. Görsən ki, zəng edirlər, deyirlər ki, qardaş, iş tapa bilmirəm. İş deyiblər, amma deyirlər ki, saqqalı qırmaz. Nə edim, gedeyim, yoxsa yox? Bu məsələ elə bir məsələdir ki, burada insan imanına bıraxılır. Əgər səndə iman güclüdürsə, elhamdülillah, götürmürlər, bu götürməsinlər. Allah Subhanahu taala sənə başqa bir yerdən yol açacaq. Ondan da xeyirlisini əvəz edəcək. Yox, əgər iman zəifdirsə, görürsən ki, insan sıxılır, valideynlər sıxılır, uşaqlar ağlayır, arvad oradan deyir, get işdə, oturmuşsan bütün gün evdə, bəsli yaxı, getdin, oturdun meçiddə sənə bir pul verirlər, boş-boşuna nə qədər namazlara gedər, gələrlər. Beyni xarab olur, şeytan da hər tərəfdə